Salam, hər vaxtınız xeyir. 2018-ci ilin 4-cü qrup model testlərinin izahlarına baxaq. Sual nömrə 1. Deməli, qrafik verilib, orta molyar kütlənin X və Y qazlarının həcm nisbətinin asılılığını göstərən qrafikdir. Qrafikdə göstərilib ki, X və Y 1-3 nisbətində bir qarışanda orta kütlə 23 olub. Amma 2-3 nisbətində qarışanda orta kütlə 27,2 olub. Burada vacib olan şey nədir? Fikir verirsinizsə, deməli, burada Y-lərin molu olduğu kimi qalıb, 3 mol, 3 moldur. Amma X-in molunu artırıblar, 1-dən 2-yə. X-in molunu artıranda orta kütlə də artıb. Bu onu göstərir ki, qarşıqdakı X-in molyar kütləsi Y-in molyar kütləsindən böyükmüş ki, X-in mol miqdarını artıranda orta kütlə artıb. Və bu bizə lazım olacaq məsələnin gedişatında. Deməli, yazaq onda belə, bir qazımız olsun X qazı, biri olsun Y qazı. Birini götürdüm 1 mol, birinci nisbət yazırım, o birisi də olsun 3 mol. Bizə verilən qazlar bu. 1 mol 3 mol nisbətindən orta kütləni yazırım, ortadan bax belə 23. Yəni, zərf üsulundan istifadə edəcəyik. Nə soruşurdu bizdən? X və Y qazları qarşılığının orta molyar kütləsindən qazların həcm nisbətindən asılı qrafikinə əsasən X və Y nisbə atom kütləsini hesablayın. X-in nisbə atom kütləsinə elə X deyirəm, Y daha doğrusu nisbi molekul kütləsinə. Y-in də nisbi molekul kütləsinə Y deyirəm. Amma öyrəndim ki, burada X Y-dən böyük idi. Və zərf üsulunda biz də bilirik ki, diaqonallarda böyükdən balacanı çıxırdıq. X Y-dən böyüdürsə, deməli, X-dən 23 çıxmalıyıq. X-dən 23 çıxanda olacaq elə X çıxılsın 23. Burada isə 23-dən Y çıxmalıyıq. Onda bu da olacaq 23 çıxılsın Y. Və qazların da mol nisbəti 1-in 3-ə nisbətindədirlər. Və yazılır buradan, zərfin qaydası bu idi. 1-in 3-ə nisbəti bərabərdir. 23 çıxılsın Y-in, X çıxılsın 23-ə nisbətinə. Yəni, bu sağdaşların nisbətini yazdım. Və buradan tənliyi həll etmək lazımdır. 3-ü 23-ə vuranda olacaq 69 çıx 3Y bərabərdir. X minus 23. Bu da olacaq, deməli, X üstə gəlinsin 3Y bərabərdir. 23 də sol tərəfə keçəndə olacaq 92. Deməli, X-dən 3Y-in cəmi 92 eləyən variant axtarmalıyıq. Deməli, məsələn, tutaq ki, A variantını götürsək, 17-nin üstünə gəlsəm 42, belə yazaq daha doğrusu, 17 üstə gəlinsin 42 vur 3 yazsam, 42-ni 3-ə vuranda artıq 120 falan elədi, o 92-dən böyük eləyəcək. Deyəm, bu A olmaz. 30 üstə gəlinsin 16-nı 3-ə vursam, 16 üçün 48, o da 3, 30, 78, bu da eləmədi. 46 üstə gəl 4-ü 3-ə vursam, bu da çox az eləyəcək. 44 üstə gəlinsin 16-nı 3-ə vursam, 44 ilə 16-nı 3-ə vuranda 48, cəmi də eləyəcək 92. Deyəm, bu qazlarımız D variantıymış. 44 və 16 olan qazlar. İkinci misala baxaq. Nömrə 2. Əsas yarım qrup elementi X verilib, qısa elektron formulu göstərilib 3DB və 4SA. Və əsas yarım qrup elementlərində D-də elektron olmurdu. Yəni, B 0-a bərabərdir. B-nin yerimdən 0 qoydum. Və deyir ki, A ilə B-nin cəmi minimumdursa, A ilə B-nin cəmi minimum 1 eləyə bilər. 1-dən kiçik rəqəm 0 olmaz. Deməli, A bərabər ilə 1 imiş. A 1 imişsə, formul 3D0, 4S1 yaranacaq. Deyir, bu elementin sıra nömrəsini tapın. Deməli, bu elementin D-sində elektron yoxdursa, 4S1 varsa, 4 təbəqəsi var imiş deməkdir. Bu 4 təbəqə S-in əmsalına görə yazdıq. Bu elektronu da ən axırınca yazarıq. 2, 8, 8, 1 eləyəcək protonların, ya da elektronların düzülüşü daha doğrusu. Bu da eləyəcək 19-cu element, yəni cəmi. 19-cu element B variantı olacaq. Nömrə 3.
1 mol barium hidroksid üstəgəl 1 mol H3PO4 yazaq. Deməli, barium hidroksid üstəgəlinsin 1 mol da H3PO4. Hər biri 1 mol verilib. Burada OH-ın sayı 2-dir, H-ın sayı ise 3-dür. H-ın sayı OH-dan çox olanda turş duzu alınırdı. Burada H-ın sayı 1 vahid çoxdur. Ona görə əmələ gələn duzun tərkibində 1 hidrogen atomu olmalıdır. Yəni, barium HPO4 olmalıdır. Barium valentliyi 2-dir. HPO4 da H3PO4-dən qalıq olduğuna görə valentliyi 2-dir. 2-lər gedir ixtisar, əmələ gələn duz olur barium HPO4, yəni barium hidroortofosfat. Alınan duz molekulunda polyar kovalent rabitələrin sayı ümumi rabitələrin neçə faizini təşkil edir. Bu tip maddələrdə barium HPO4 yazırdıq və rabitələri tapırdıq. Hərəsi nə qədərdir? Məsələn, ümumi rabitəni tapmaq üçün oksigenin sayını valentliyinə vururdıq, eləyirdi 8. İyon rabitəni tapmaq üçün metalın valentliyini indeksinə vururdıq. Yəni 1 vururdıq 2-yə. Eləcəkdir 2, yerdə qalırdı kovalent rabitə. Kovalent rabitə tapanda da 8-dən 2-ni çıxırdıq, qalırdı 6. Bizə deyir ki, kovalent rabitə ümumi rabitə neçə faizini təşkil edir? Yəni 6 böl 8 vurulsun 100. Bu da 75% eləyəcək. 75 B variantı olacaq. Nömrə 4. Maddələr və əmələ gəlmiş stilləri verilib. Deyir, ammoniakın katalitik oksidləşmə reaksiyasının stilç effektini tapın. Ammoniakın katalitik oksidləşmə reaksiyasının tənliyini yazaq. Ammoniak üstə gəlinsin oksigen. Katalitik oksidləşməsindən alınırdı NO və su. Bu tez-tez rast gələn reaksiyalardan biri idi. Əmsallarında ammoniakın 4 olduğunu məncə hamımız yadda saxlamışıq. İşi daha asanlaşdırmaq üçün o 4 ammoniakın daha doğrusu azotun ən böyük valentliyi kimi müqayisə elbətə saxlaya bilərik. 4 mol ammoniakdan 4 mol NO yaranacaq, 6 mol su, oksigen olacaq 5 mol. Əmələ gəlmiş stillərin qiymətlərini yazaq. Deyir, reaksiyanın stilç effektini tapın. Üstə gəl, bura bir dənə Q yazaq. Hələ ki, üstə gəl yazmaya bəlkə mənfi alınacaq. Q-ni axtaracaq, ən yaxşısı belə yazaq. Q-ni axtarırıq. NO-nun əmələ gəlməsi mənfi 90-dır. Mənfi 90-dırsa 4-ə vuracam. Olacaq 90 vurulsun 4. Belə yazdım ki, 4 görsənsin. Su 242-dir. Yəni 6-nı vuracaq 242-yə. Ammoniakın əmələ gəlmə istiliyi 4-ü vuracaq 46 yazılıb. Hess qanunu var idi, ondan istifadə edirik. Bərabərdir. 6 vurulsun 242, üstə gəlinsin. 4 vurulsun mənfi 90 olduğuna görə bu üstəgəl artı çıx olacaq. Çıxılsın 4 vurulsun 90, çıxılsın 4 vurulsun 46. Bunu hesablamaq üçün texniki rəqəm səhvlərinə yol verməyək deyə hesab vərcidən istifadə edək. 6-nı vuraq 242-yə. 242 oldu 1452. 1452 çıxaq. 490-ı 360. Buradan da çıxaq 4 dənə 46. 4 vurulsun 46, 184. Hamısını çıxsa qoyun nə qədər olacaq? 1452, 1452. Çıx 360, çıx 360 və çıx 184, 184. Qalır 908, özdə müsbət qiymət qalır. Cavab eləyəcək Y variantı. Nömrə 5. Reaksiya verilib, deməli, mis üstə gəl HNO3. Alınıb kuprium NO3 2 dəfə, üstə gəlinsin NO, üstə gəlinsin su. Tənli əmsallaşdırmaq lazımdır yəqin ki. Bunu da əmsalların əzbəriyyətdə saxlamışdıq, amma həlli nədir baxaq. Çünki orada oksidləşdiricinin aldığı verdi elektrondan söhbət gedir. Mis sıfırdan gəlib müsbət 2 eləyirdi bu 2 elektron. Azot müsbət 5-dən gəlib müsbət 2, bu da eləyir 3 elektron. Bundan yerlərini dəyişdirirdi. 3-ü yazırdıq mis NO üçün qarşısına, 2-ni yazırdıq NO-nun qarşısına. Bunları silək. Sonra əmsallaşdıraq qalanlar. 3 mis yaranırsa bura 3 yazırıq. Sağ tərəfdə azotun sayı 8 oldu. 3 vur 2, 2 də N-də var 8. 4 də düşdü suyun əmsalına. Belə.
Deyir, oksidləşdiricinin aldığı elektronların sayı 9 ENA olarsa, oksidləşdiricimiz nitrat turşusudur. Hardan hara gəlib? Müsbət 5-dən müsbət 2-yə gəlib. Neçə elektron alıb? 3 elektron. 2 əmsalında varsa 3 vurulsun. 2 bu da eləyəcək 6 elektron alıb. 6 elektron. Biz amma deyir 9 ENA elektron. İndi biz 6-nı 6 vur ENA kimi yazmalıyıq. Daha doğrusu 6 ENA elektron alıb. Şərtdə amma deyir 9 ENA elektron alıbsa, reduksiya edicinin oksidləşən miqdarı, reduksiya edicimiz misdir, oksidləşən miqdarı, yəni artan tərəfə baxırıq, onun da miqdarı burada 3 moldur. Deməli, 6 elektron alanda 3 mol oksidləşən miqdar tapdıqsa, 9 alanda da olacaq x. X də bərabərdir, 6 ilə 3 getsə burada qalacaq 2, ENA-lar da gedəcək, 9-u da 2-yə böləndə olacaq 4,5, yəni A variantı. Nömrə 6. Reaksiya verilib. X2, Y4 tarazlıqda yaranıb 2 mol X, Y2. X2, Y4-ün başlanğıc qatılığı, demək yazdım buradan, başlanğıc qatılığı X2, Y4 4 mol imiş. X2, Y4-ün çevrilən qatılığı, yəni parçalanan qatılığı nə qədərdir? 50%. 4 mol başlanğıcı var idisə 50%-i 2-yə bərabərdir. Demək, ikisi parçalanıb. Reaksiyamızda isə 1 mol parçalanıb. Tarazlıq sabitini axtarırıqsa K bərabərdir. Əvvəlcə tapa görə X, Y2 nə qədər əmələ gələcək? 1 moldan 2 mol əmələ gələrsə, 2 moldan da nə qədər əmələ gələr? Yəqin ki, 4 mol. İndi X2, Y2-nin başlanğıc qatılığı 4 idi. Sərf olan 2-dirsə, onda tarazlıqda qalanı da 2-dir. 4 çıxılsın 2 yəni. KT tapmaq üçün yazırıq onda sağdakının 4-ün kvadratı, çünki əmsalında 2 var idi, bölünsün. X2, Y-də 2 qalıb yerdə, əmsalda yoxdur. 16-ın dikə bölünü 4 eləyəcək, B variantı. Tarazlıq sabiti ilə bağlı 4-cü qruplarda olan bəlkə də ən asan suallardan bax biri bu idi. 7-ci misala baxaq. Nömrə 7. Deməli, qablar verilib. Bunu bir neçə dəfə fərqli dərslər sərisində izah eləmişəm. Bir də burada izah eləyək. Birinci qabda 400 qram 30%li A qram A duzu verilib, daha doğrusu 400 qram 30%li. Üçüncü qabda isə 600 qram 20%li duz məhlulu verilib və deyir, bunları buxarlandırıblar. Fikir verirsiniz, hərəsindən müəyyən qədər su ortadakı ikinci qaba gəlib. Birinci, üçüncü qabdakı məhlullardan müəyyən qədər su buxarlandırandan sonra ikinci qaba keçilir və bu zaman hər üç qabda doymuş məhlul alınır. Hər üç qabda doymuş məhlul alınır, KH-da verib 1500. KH-ı 1500 olduğundan başlayaq, yəni də dediyimiz o çıxan nəticələri göstərək. KH 1500 qram bölünsün litrdirsə, buradan çıxan 3 nəticə. Nə idi o 3 nəticə? Həll olan nəyə bərabərdir? Həll olan gördüyümüz 1500 qrama bərabərdir. Su həmişə burada 1000 qram idi. Bəs məhlul nə qədərdir? 1000-lə 1500-ün cəmi, yəni 2500 qramda məhluldur. Hamısına doymuş məhlul alınıb, KH da 1500 eləyibsə, KH-ın 1500 qiymətindən gəlin omeqanı tapar. Çünki şərtdə hər şey omeqana verilib, sağda solda. Omega bərabər edə həll olan bölünsün məhlul, vurulsun 100. Bu eləyir 60%li məhlul. Biz KH-ın 1500 olduğundan, omeqanın 60%li olduğunu hətta əzbər deyətdə saxlayırdıq. Omeqanı tapdıq 60. Onda belə çıxır ki, proseslərin sonunda üç qabların hamısı 60%li məhlul olacaq. Bu da 60%li məhlul olacaq. İkinci qabda 60%li olacaq, üçüncü qabda 60%li olacaq. İndi fikir verin. Birinci qabımız 30%li məhluldur. 30%li məhlul 60%li məhlul olması üçün, yəni omega 2 dəfə artması üçün məhlul 2 dəfə azalmalıdır. Məhlulun 2 dəfə azalması üçün buradan 200 qram su getməlidir ikinci qaba ki, məhlul 2 dəfə azalsın. Deməli, birinci qabdan gələn su oldu 200 qram. Sonra 600 qram 20%li məhlul idi, sonra oldu 60%li məhlul. Neçə dəfə artdı faiz? 3 dəfə. Faiz 3 dəfə artması üçün məhlul 3 dəfə azalmalıdır. 600 3 dəfə azalsa 200 qalacaq. 200-ün qalması üçün 400 qram su getməlidir. Birinci, üçüncü qabdan ortadakı qaba.
Deməli, onda belə çıxır ki, ikinci qaba nə qədər su gəldi ümumilikdə? İkinci qaba gələn su oldu 200 plus 400. İkinci qabda su oldu 600 qram daha doğrusu. 600 qram su oldu. X qramda duz var. Yəni, həll olan da bərabərdir X qrama. Və deyir ki, X-i hesablayın. Yəni, həll olan nə qədərdir? Bax, burada. Omega'da 60 eləmiş, tapmışdıq hamısında. Ya da KH-da 1500 tapmışdıq. Hər ikisini həll edə bilərik bunu. Omega ilə tapmışdıq da Omega ilə davam edək. 60% məhlul yaranmalıdırsa 60 bərabərdir. Həll olan bölünsün, X bölünsün. Su üstəgəl həll olan, yəni məhlul. 6 üstəgəlsin X vurulsun 100%. Sıfırlar getsə, sıfırdan da 6 getsə, burada qalsa 3, yuxarıda qalsa 5. 5-i yuxarı vuracaq, olacaq 5x bərabər 3-ü də 600-ə vuranda 1800 üstə gəlinsin 3x. 3x-dən 5x olacaq 2x bərabərdir 1800. X də bərabər eləyəcək 900-ə. Demək, su 900 qram imiş. Cavab da olacaq C variantı. Bağışlayın, su yox, biz duz axtarırdıq. Həll olan bərabər olacaq 900 qrama. Doğru. Ya da ki, ikinci qabda duzu tapmaq üçün KH-dan istifadə edə bilərdik. Baxın, necə istifadə edərdik. Bu hissəni silək. Hər iki tərəfində. Bəlkə də KH-dan yazmaq daha asan olacaq. Deməli, tapdıq ki, 600 qram su var burada. X qramda həll olan var. KH da 1500 idi. 1500 nə demək idi? Bax, burada göstərmişdik. 1000 qram suda 1500 qram maddə var demək idi. Yazardıq, bax, buradan 1000 qram suda 1500 qram həll olan maddə varsa, suyumuz 600-dür. 600 qram suda nə qədər həll olan maddə olacaq? Tutaq ki, X. X da buradan bərabərdir. Sıfırları ixtisar aparardıq. Sıfırın da biri buradan gedərdi. 60-da 15-ə vuranda 900 qram eləyəcəkdir. Hər iki yoldan həll eləyə bilərdik. Belə. 8-ci misala baxaq. Nömrə 8. Kuprim SO4-ün suda məhlulun elektrolizi zamanı. Deməli, kuprim SO4-ün suda məhlulun elektrolizini yazsaq. Mis passiv metaldırsa, katodda misin özü alınırdı. SO4-də oksigeni turşu qalığı olduğuna görə oksigen alınırdı. Yerdə qalırdı 3-cü maddə sulfat turşusu. Oksigen alınan misallarda suya 2 yazırdıq. 4 H-fası burada 2 yazırdıq. Kuprim SO4-də bir də misi 2 yazırıq. Elektroliz zamanı katodda 2,4 8 13 elektron katyonun reduksiyasına sərf olub. Ən birincisi 2,4 8 vur 10^23-ün neçə mol elektron olduğunu tapmaq üçün 6,2 10^23-ə bölək. Beləcə 0,4 mol elektron. Deməli, 0,4 mol elektron deyir ki, katyonun reduksiyasına sərf olmuşdur. Anodda ayrılan qazı tapın. 0,4 mol elektron sərf olunanda anodda x litr qazı ayrılırsa, indi gəlin baxaq reaksiyamızda misin, yəni katyonun reduksiyasına neçə elektron sərf olub? Mis müsbət 2-dən hara gəlib? 0-a gəlib. Mis müsbət 2-dən 0-a gələndə 2 elektron lazım olub reduksiya üçün. Əmsalında da 2 varsa, eləyir 4 elektron. Deməli, 4 mol elektron da reduksiya sərf olunanda ayrılan qaz burada oksigendir. O da 1 moldur. Yəni, 22,4 litrdir. X eləyəcək 2,24 litr. Yəni, B variantı. 9-cu misala baxırıq. Nömrə 9. Tərkibində 50 qram natrium OH olan məhlula. Natrium OH olan məhlula 50 qram kuprim SO4 əlavə etdilər. Alınacaq buradan natrium 2 SO4 və kuprim OH2-nin çöküntüsü. Həll olmayan əsasdır. Bura 2 qoyuruq, tənli bərabərləşir. Rəqəmlərini yazaq, şərti də oxuyarıq. Deməli, 50 qram natrium hidroksid olan məhlula kuprim SO4 də əlavə edə bilər. 50 qram.
Emirlərini də yazsaq 2 vurulsun 40, Cooper SO4 də 160. Əlavə etdikdən sonra məhlulda hansı maddə qalar? Baxırıq sağ tərəfə. Məhlulda qalmaq, yazıram bax burada. Məhlulda qalmaq həll olan maddələrə aiddir. Çünki həll olan maddə məhlulda olur. Çünki məhlul həll olan və həll edicidən ibarətdir. Burada da mis-2 hidroksid çöküntü olduğuna görə bu məhlulda qalmaz. Bunu qabın dibinə çökmən kimi görürük. Məhlulda qalmaq həll olub getmək deməkdir. Amma natrium 2 SO4 həll olan duzdur. Demək məhlulda bu qalacaq. Natrium 2 SO4 qalmalıdır məhlulda. Baxın, A-da natrium 2 SO4 yoxdur. B-də yoxdur, Y-də yoxdur. C ilə D-də var. Bəs nə edirik sonra? Biz danışmışdıq, reaksiya girən maddələrin hər qısı veriləndə yuxarıdan aşağıya bölürdük. Məsələn, 50 bölünsün 80. Burada da 50-ni bölürdük 160-a. 50 böl 160 müqayisə edirdik. Hansı çox olurdusa, o artıq qalırdı. Artıq qalan o deməkdir ki, o məhlulda qalacaq. Çünki artıqdır. Yəni, cavab natrium hidroksidlə natrium 2 SO4 eləyəcək. Yəni, D variantı. Burada Cooper SO4 azalındı deyə o tamamilə sərf olacaq, bitəcək. Amma natrium hidroksid artıq qalacaq. Cavab da yenə D variantı eləyəcək. 10-cu suala baxaq. Nömrə 10. CO2 ilə reaksiya daxil olan maddələr verilir. Natrium 2O2 və kalium 2O4. Təbii ki, bu havanın təmizlənmə reaksiyası idi. Natrium 2O2 üstə gəlinsin CO2. Sualtı qayıq və kosmik gəmilərdə alınırdı natrium 2CO3 və oksigen qazı. İkinci reaksiyamız kalium O2-dir. Yox, kalium 2O4-dür. Lənət şeytana, yazıqlı şeytan. Kalium 2O4. Üstə gəlinsin CO2. Buradan demələ gəlirdi kalium 2CO3. Üstə gəlinsin oksigen. Əmsallaşdırsaq, demək, sağ tərəfdə oksigen təkdir, 3-dür deyə əmsalını 2 yazırıq, cüt olsun. Onda natrium 2O2-də 2 yazırıq, CO2-də 2 yazırıq. Oksigenlər 8 bərabərləşir. Yenə sağdakı oksigen tək olduğuna görə bir 2 yazırıq. Kalium 4 oldu, burada 2 yazırıq. Karbon 2 oldu, buna da 2 yazdıq. Solda oksigen olur 12. 2 üçün 6, burada 3 yazsam olur 12. Tənliklərimiz bərabərləşdi. Belə. Deməli, maddə miqdarları hər biri nümol verilib. Deməli, bir dəqiqə hara getdi bu? Deməli, nümol. Bu da nümol verilib. Mollar bərabərdir. Elə reaksiyamızdakı mollar da bərabərdir. 2 mol, 2 moldur. Reaksiyadan ayrılan qazın atomları 4 NA-dır. Qazın ayrılan qazlar oksigendirlər. 2 atom burada var. 3 üçün 6 atom da burada var. Demək, 8 atom ayrılıb. Normalda, yəni reaksiyada. Bizə deyir ki, nüyünü hesablayın. Demək, nüyü, bu da nüyü. Neçə nüyü olacaq bunlar? 2 nüyü. 2 nüyü reaksiya daxil olanda atomların sayı olsun X. Ayrılan atomların. Bizdə amma 2, yəni 4 mol reaksiya daxil olublar. 4 mol reaksiya daxil olanda isə atomların sayı olmuşdu 8. Nüy axtarırıq. Nüy də bərabərdir. 4 ilə 8 gedir. Burada qalır 2. Daha doğrusu üzürlüsən. Burada atomların sayı NA verilib doğrudan. 2 nüydə 4 NA atom ayrılıb. Bunu da səliqəyə salaq. Doğru oldu. 4 NA. 2 nüy olanda 4 NA oksigen atomu 4 mol deyilsə, amma 8 oksigen atomu. Yəni 8 mol oksigen atomu. Belə. Doğru. 4 ilə 8 ilə getdi. Burada qaldı 2. Bu 4 ilə 2 gəlsə, burada qalacaq 2. Demək, 2 nüy bərabər 2 olsa, nüy də eləyəcək 1. Bizə deyir ki, nüyünü hesablayın. Demək, nüy 1 imiş. Cavab da olacaq A variantı. Nömrə 11. Demək, neylon verilib. Neylona aid olan ifadələri tapmalıyıq. Neylon nədir? Neylon heksametrin diamin və adipin turşusuna yaranırdı. Formulunu yazaq. Demək, heksametrin diamindən NH qalırdı. Burada var idi CH2-dən heksametrin deyirsə 6. Sonra yenə NH.
Adipin turşusundan da bu hissə qalırdı. CO, burada var idi CH2-dən 4 dənə, sonra CO. Bu olurdu neylon. Özə neylon, fikir verin, polipeptid tipli molekullu birləşmə idi və polikondensləşmədən əmələ. Yəni, buradan su da ayrılırdı. Deməli, polikondensləşmədən alınır, bu doğrudur. Yəni, 6 düzdür. Poliamiddir, yəni polipeptiddir, bu da düzdür. 3-6 olan variantlara baxacaq. Baxın, 3-6 olan variantlar burada var. Qalıb 1-dən 3 araşdırmaq. 3-də, 3-ə baxmışıq. 4-də araşdırmaq. 4-də polimerləşmə ilə alınırsa, onda bu səhv olacaq. 4 olan variant olmasa qalır Y. 7-də süni yox, sintetik lif idi, bu doğrudur. Demək, cavab olacaq 1, 3, 6, Y variantı. Nömrə 12. Deməli, maqneziumun kütləsinin 8-dən 3,2 düşən qrafik verilib və aşağıda reaksiya verilib. Maqnezium üstəgəlinsin sulfat turşusu. Özdə duru sulfat turşusudur. Duru sulfat turşusunda əmələ gəlirdi maqnezium SO4 və H2. Tənliyi bərabərdir. 8 qram başlanğıcdan 3,2 düşmək, 4,8 qram maqnezium reaksiya daxil olmaq deməkdir. Özü isə 24-dür. Təkliflərə baxaq. Deyir, 4,48 qaz ayrılar. 1-də yazılıb. Baxa görə ayrılar yoxsa ayrılmaz o qədər. X litr yazaq. Aşağıda da qoyaq 22,4. Bunlar ixtisar getsə qalacaq 0,2. Bunu bu tərəfə yazaq. 0,2. 0,2-də 22,4-ə vursam 4,48 eləyəcək. Deməli, bir doğru cavabıymış. Biri tapdıq doğru. Bunları indi buradan silək, lazım olmayacaq. Bunu da buradan sildik. Sonra 2-də deyir ki, 0,1 mol duz əmələ gəlir. Bax, duzumuz da budur. Yaza bura məsələn bir x mol, aşağıda da yazaq 1 mol. 4,8-in 24 getsə 0,2, 0,2-ni 1-ə vursam, elə bu da 0,2 eləyəcək. Biz amma onda 1 mol deyirdim, 2 səhv imiş. 2-ni atdıq. Növbətisinə baxaq, görə nə deyir. Bunları da buradan silək. Hidrogen oksidləşdiricidir. Hidrogen müsbət 1-dən gəlib 0-a, doğrudur. Azalıb oksidləşdiricidir. Düzdür. Kükürt oksidləşdiricidir, soruşur. Baxın. S müsbət 6-dır. SO4-ün S elə burada da müsbət 6-dır. Yəni, dərəcəsi dəyişməyib. Onda bu səhvdir. Maqnezium reduksiya edicidir. Maqnezium 0-dır dərəcəsi. Gəlib olub metal duzun tərkibində müsbət 2. Yəni, dərəcəsi artıbsa reduksiya edicidir. Doğrudur. Cavab olacaq onda 1, 3, 5. Yəni, C variantı. Nömrə 13. 13-cü misal qaz qarışığı ilə bağlı hesablamalarla aid misaldır. Onu da bir neçə dərsin içərisində izah eləmişəm. Digər sınavların içərisində bir də burada yazaq. Ziyanı yoxdur. Reaksiya daxil olan maddələr NO və oksigen əmələ gətirir NO2. 2 mol və 2 mol. Reaksiyadan sonraki M orta qaz qarışığı 39-dur. Deməli, reaksiyadan sonra burada hansısa qaz artıq qalıb ki, bu NO2 ilə həmin o qaz qarışığı əmələ gətirib. İlkin qaz qarışığında NO ilə oksigenin mol nisbəti X-in Y-ədir. Yəni, X mol NO imiş, Y mol oksigen imiş başlanğıcda. 2 mol NO reaksiya gedir, 1 mol da oksigen reaksiya daxil olub, 2 mol da NO2 əmələ gəlib. Artıq qalan qazı nədir görə onu tapaq? NO tam sərf olunursa deyir. NO tam sərf olunursa, onda belə çıxır ki, artıq qalan qaz oksigen qazıdır. Onda Y-i buradan silək. Onun tam getdiyini bilmirik. X-i yazaq NO-nun amma üzərindən. Oksigenin də Y mol olduğu yadda saxlayaq. Oksigen artıq qalıbsa, demək oksigenin müəyyən qədər reaksiya daxil olacaq. Burada bir X qoysaq. X bərabər, X var burada, ya daha doğru X yazmayaq. Bir dənə bir A yazaq, məsələn. A yazaq. Onda A nəyə bərabər olacaq? A bərabər olacaq X böl 2, yəni 0,5 X mol oksigen reaksiyaya daxil oldu. Başlanğıca oksigen Y mol idi. 0,5 mol X-i daxil olubsa, artıq qalan oksigen olacaq Y çıxılsın 0,5 X. Belə. Tapaq görə nə qədər NO2 əmələ gələcək?
2 mol 2 mol əmələ gəlibsə, elə x mol nə əmələ gələcək? X mol əmələ gələcək. Deməli, bizdə yaranan qaz qarışığı oldu NO2 ilə oksigen. Qarışığın demək formulu təzədən bir yazıram. Tərkibin daha doğrusu NO2 x mol, oksigen artıq qalıb bir də oksigen. Bu da tapdıq y çıx 0,5x. Yazıram qarşısına buradan y çıxılsın 0,5x. Və bu qarışıqdan M orta əmələ gəlib 39. Yazıram zərf üsulundan istifadə edəcəm 39-u ortaya. NO2 emerinin 46 olduğunu bilirik. Oksigenin emeri 32-dir. Diagonal düzəltsək və diagonalda böyüdən balacanı çıxsaq, məsələn 46-dan çıxaram 39-u, qalacaq 7. 39-dan çıxardım 32, qalacaq 7. Onda belə çıxır ki, x-in x-in y minus x-ə nisbəti bərabərdir 7-nin 7-də, yəni 1-in 1-ə nisbətinə. Yazıram, bax, x bölünsün, y çıxılsın 0,5x bərabərdir 1-in 1-ə nisbətinə. Yəni, bunlar bir-birinə bərabərdirlər. Bərabərdirlərsə, belə həll edək onda bunu. Y çıx 0,5x bərabərdir x-a. Y də bərabər olacaq 1,5x-a. Bizdən nə soruşur? X-in y-ə nisbətini tapma. Yəni, x bölünsün y nəyə bərabərdir? 1-in 1,5-ə nisbətinə bərabər olacaq. Bu da bərabərdir 2-nin 3-ə nisbəti. Yəni, A variantı. On dördüncü misala baxırıq. Deməli, ağ fosforla qırmızı fosforun quruluş formulu, yox, bağışlayın, qara fosforun quruluş formulu verilib. Deməli, ağ fosfor P4-dür, altı bucaqlı da qara fosfor idi, doğru. Molekulyar quruluşu deyirlər, çünki qara fosfor, qırmızı fosfor atom qəfəsli maddə idi. Suda həll olunurlar, amma doğrudur, bütün fosforlar suda həll olunurdu. Zəhərli olmaq ağ fosfora aiddir, qırmızıya, qaraya aid deyil, səhvdir. Amma bərk halda olmaq hər ikisinə aiddir. Cavab 2-4 alınır. Kibrit istehsalında istifadə olunan heç biri deyil. Qırmızı istifadə olunurdu. Burada ağla qara verilib. 5 də səhvdirsə qalır elə 2-4 deyil variantı. Bu artıq nəzəri sualdır. Bu maddə haqqında məlumatları yəni hər birimiz bilməliyik. Nömrə 15. HCHO, yəni qarışıq əldə edilir. Yəni onu yazaq, yaxşı olduğu kimi yazaq. Ya da belə yazma daha yaxşıdır. HCOH, yəni COH açıq adını görək ki, qarışıq aldehiddir. Aldehid qrupu saxlayır. Aldehidləri hidrogenləşdiriblər, yəni qarışıq aldehidini. Aldehidlərin hidrogenləşməsindən spirt alınırdı. Deməli, X maddəsi oldu metil spirti. Bu metil spirtin üzərində CO əlavə edəndə sirkə turşusunun sənayedə alınma reaksiyalarından biri idi. CH3 CO-nu metillə OH-ın arasına yazırdıq, sonra da OH. Bu da oldu Y maddəsi. X-lə Y-i tapdıq, bizə bunlar lazım idi. Silim artıq qalanlarını. Deyir ki, hansı maddə X-la reaksiya daxil olur? Bundan gedir reaksiya, amma bundan sirkə turşusuna reaksiya daxil olmur Y-lə. Məsələn, H-xlorla başladı. H-xlor turşudur. Turşular spirtlərlə reaksiya daxil olur. Məsələn, spirti qabaqda yazın. Metil spirti tapmışdı X maddəsini. CH3 OH-ın üzərinə H-xlor gəlsəm, bu hissə suya çevrilirsə, yerdə qalır CH3 xlor, üstə gəlinsin su. Bu gedir. Amma sirkə turşusu turşu olduğuna görə, üstə gəl doymuş turşudur, H-xlorla getməz. Elə cavab A variantı çıxacaq. Qalanlarına baxsaq, nəzər olaraq deyək onları da. Bunları da buradan sildik. Deməli, natrium. Natrium spirtlərlə də reaksiya gedər, OH-ın H-ını çıxardar. Turşularla da reaksiya gedər, OH-ın H-ını çıxardar. Bu gedər. Kuprium O əsas oksiddir. Əsas oksiddir. Əsas oksidlər turşularla reaksiya gedib duz və su əmələ gətirir. Metil spirtdə kupriumla gedəndə qarışıq aldehid əmələ gətirir. Yəni, birli spirtdə, iki spirtdə kupriumla gedir. Bu da hər ikisindən getdi. Biz amma deyir ki, turşu ilə getməsin, spirt ilə getsin. Kuprium OH2 iki atomlu spirtlərin xarakterik reaksiyası idi.
Ancaq bir atomlu spirtlə kupr müaşiti getmirdi reaksiya. Biz amma deyir ki, X-dan getsin. Demək, bu heç uyğun gəlmədi. Axırda xlor qaldı. Xlor sirkə turşusuna reaksiya daxil olanda metildəki H-ı çıxardırdı. Biz amma deyirdik ki, H-xlorla, daha doğrusu Y-dən getməsin, bu Y-dən getdi. Bu da uyğun gəlməyəcəksə, qalır onda A variantı ilə. Növbəti sual olacaq, bunu təmizləyək. 16. Ümumi codluğu 0,8 millimol olan 6 litr su verilib. Bunu belə göstərmək olar. C1 bərabər 0,8, V1 də bərabər 6. Burada 4 litr su əlavə ediblər. Onda V2 bərabər olacaq 6 plus 4, yəni 10 litr. C2 də bərabər olacaq X-ə, bilmirik nə qədər olar. Və mollər qatılıqdan bilirdik ki, C1 V1 nəyə bərabər idi? C2 V2-yə. Və deyir, su əlavə olunandan sonraki codluğu müəyyən edin, yəni C2-ni tapın. C1 V1-imiz 0,8 vurulsun 6, C2-miz X vurulsun 10. Bu da eləyir 10X. 0,8-i 6-ya vuranda 4,8 bərabərdir 10X-a. X də bərabər olacaq onda 0,48-ə. Yəni B variantı. 17-ci misal. Deməli, birinci, ikinci, üçüncü qablar verilib. Qablara maqnezium, sink, dəmir metalları daxil olunub. İlk anda stəkanlarda, qabda da kupr mesodört məhlulu var imiş, onu görmədim. Kupr mesodört məhluluna maqnezium, sink, dəmir əlavə ediblər, lövhələr. İlk anda stəkanlarda məhlulların qatılığı və kütləsi eynidir. Demək, məhlulların hamısı eyni kütləli imiş, qatılıq da eyni imiş. Kupr metodu tam sərf olunandan sonra məhlulların kütlələri arasında münasibəti göstərir, hansıdır doğrudur. Bu metalların bir-birini çıxartma qaydası əvəzetmə reaksiyalarına aid idi. Məsələn, maqneziumun nisbi atom kütləsi 24-dür. Sink 65-dir, dəmir də 56-dır. 56. Demək, nə baş verəcək? Maqnezium misi çıxaracaq, mis yığılacaq lövhənin üzərinə. Kupr mesodört olacaq, maqnezium mesodört. Yəni 24 gələcək kupr mesodörtün yerinə, onda kütlə azalacaq. Məsələn, ən yaxşı gələn yazım reaksiyaları yaxşı. Birinci qabda nə baş verəcək? Maqnezium üstə gəlinsin, kupr mesodört, maqnezium metalı misi çıxarar. Olacaq maqnezium mesodört, üstə gəlinsin mis. Mis 64-dür, maqnezium 24. Bu lövhə misallarında əmələ gələn metaldan reaksiya gələn metalı çıxırdıq. 64-dən çıxanda 24 nə baş verəcək? Olacaq 40. Müsbət 40 alınmaq o deməkdir ki, lövhə artır, məhlul azalır. Deməli, birdə məhlul azalacaq. Yadınızda qalsın. Özdə burada olacaq maqnezium SO4. İkincisində sinki daxil ediblər kupr SO4-ün içərisinə. Onda bu da olacaq sink SO4, üstə gəlinsin kuprium. Yenə mis 64-dür, sink isə 65-dir. 64-dən çıxanda 65-i, beləcə -1. -1 o deməkdir ki, lövhə azalır, məhlul artır. Demək, 2-də məhlul artacaq kütləsi. Yadımızda qalsın. Sonra yenə bunlara müqayisə eləyərik. Sonra isə dəmiri kupr SO4 məhluluna daxil ediblər. Buradan da alınacaq dəmir SO4, üstə gəlsin kuprium. Kuprium 64, dəmir 56. Çıxanda qalacaq müsbət 8. Müsbət 8 lövhə 8 vahid artacaq, məhlul isə 8 vahid azalacaq. Burada da azalma baş verdi. İndi qaldı, bax, bunların emerlərinə, kütlələrinə baxmadı, oradan çıxacaq cavab. SO4-lər hamısında eynidir. Sink olan ən ağır olacaq onda. Çünki sinkin ayrı ən böyüdür. Sink də ikinci qabdadır. İkinci qab ən ağır olmalıdır. İkinci qabın ən ağır olduğu variant elə A-da var deyəsən. Sonra üçüncü qab olmalıdır, yəni ferrium SO4, yəni doğrudur. Maqnezium SO4 olanda ən yüngül qab olacaq. Çünki maqnezium ayrı ən balaca idi. Demək, cavab elə A variantı olacaq. Növbəti misala baxaq. Karbhidrogen alkan verilib, demək, nömrə 18.
Alkanın formulu CnH2n+2. Kimyəvi rabitə əmələ gəlməsində iştirak edən orbitalların sayı 26 imiş. Rabitənin yaranmasında iştirak edən orbitallar rabitələrdən 2 qat çox idi. Rabitələr də atomların sayından 1 vaat az idi açıq zəncirli maddələrdə. Alkanlar da açıq zəncirli maddələrdə. Atomları 3n+2-dir indekslərin cəmi. Buradan 1 çıxanda olur 3n+1 rabitələrin sayı. Amma orbitalların sayı danışdıq ki, bunların 2 mislidir. Yəni 3n+1-i vurmalıyıq 2, bu da bərabərdir 26 verirlər məsələnin şərtində. 2 ilə 26 geçsə burada qalacaq 13. Yəni 3n+1 13-dürsə 3n bərabər 12, n eləyəcək 4. n 4-dürsə onda alkanımız C4H10 olacaq. Bizə deyək ki, atomların sayını tap. Atomların sayı yəni x. 4 ilə 10-un cəmi 14. Y sigma rabitələrin sayı. Sigma rabitə atomun sayından 1 vaat az idi. Burada bunu tapmışdım 13 idi. Ya da ki, burada 14-dən 1 vaat az 13 yaza bilərəm. Z isə emirdir. C4H10 da 48-dən 10 eləyir 58. Bunlar hamısının cəmini soruşur. 14-dən 13 olacaq 27. Üstdən gələcəm 58. Bu da olacaq 85. 85 cavab da olacaq B variantı. Nömrə 19. 19-da X maddəsi verilib. CS bir qat rabitələri göstərilib, 2 dənə imiş. CS bir qat rabitəsi 2 dənə olduğunu belə çəkə bilərik. 2 dənə CS rabitəsi yazdıq. C 2 qat rabitəsi də 1 dənə imiş. Deməli, bu deyəndə 2 qat rabitə yaratdıq. Maddəmiz bu imiş. Bir maddəni tapın, bir də sigma rabitənin sayını tapın. Bu, bir dənə 2 qatı olan maddələr C4H8-də alkenlərdir. 4 dənə karbonu var. Demək, X maddəsi C4H8 oldu. İşarəli oldu ki, bundan da. 4-dən 8-in cəmi 12 eləyir. Demək, atomlar sayı 12-dirsə, sigma da 11 olacaq. Bir vahid az, belə B variantı eləyəcək. 26-cı misala baxaq. 26 nə idi? Nömrə 20 çaşdım. Nömrə 20. Demək, C6H5 benzoil həlqəsindən qalan fenil radikalı idi. Yəni, bunu belə yazsaq ən yaxşı olar. Burada propil radikalı var. CH2, CH2, CH3. Bu kalium permanganatdan ya da ki, atomar oksigen yazıblar, biz də elə yazaq. Oksidləşmə reaksiyasından X, Y və su alınıb. Benzoil həlqəsinə propil radikalı birləşəndə buradan əmələ gəlirdi benzoil turşusu. Aromatiklərdən biz bunu bilirdik. Burada yarandı benzoil turşusu. Üstə gəl, 2 karbonumuz qaldı. 2 karbondan da yeni bir dənə turşu olurdu. CH3COOH sirkə turşusu. Və su da əmələ gəlib. Şərtdə deyir ki, X-in emeri kiçikdir Y-dən. Onda aydın məsələdir ki, Y maddəsi bu olar, X maddəsi də bu. Çünki benzoildə karbonların sayı lap çoxdur sirkədən. Həqiqətən Y-dən burada böyükdür. Nə soruşur bizdən? X-i müəyyən edin. Demək, X oldu sirkə turşusu. Yəni D variantı. Nömrə 21. Deməli, CH5OH 140 dərəcədən yuxarı temperaturda əmələ gətirirdi. C2H4 və su. CH3OH CO-nun reaksiya daxil olanda əmələ gəlirdi sirkə turşusu. CH5OH H-xlorla H-dan OH çıxanda yerdə qalırdı C2H5 xlor, alkanların xlorlu törəmələri. Deyir, X, Y, Z üzvü maddələrindən hansıları qələvi məhlul ilə reaksiya daxil olar? Baxın, bu sirkə turşusudursa, qələvi ilə, məsələn, natrium hidroksid ilə reaksiya daxil olar. Bu doğru. Y daxil olacaq. CH5 xlora da qələvi əlavə eləsən, məsələn, suda ya da spirtdə məhlul fərq eləməz. Natriumla xlor birləşəcək. Suda məhlulunda spirt alınırdı, spirtdə məhlulunda alken alınırdı. Demək, Z də daxil olacaq. Amma CH4 karbhidrogen alkendir. Alkenlərin heç biri qələvi ilə reaksiya daxil olmurdu. Cavab Y eləyər, Y variantı.
Nömrə 22-yə baxaq. Karbon və silisium qarışığı 20 qram verilib. Karbon və silisium qarışığı birlikdə 20 qramdır. Yəni biri olsun x qram, biri olsun y qram. Karbon 12-dir, silisium da 28-dir. Bunlar yazaq, lazım olar, olmaz, olmaz. Amma çox vaxt lazım olur. Qarışıq 20 qramdırsa, demək x-dən y-in cəmi 20 qram imiş. Natriumla reaksiyasına ayrılan hidrogen. Karbon natriumla reaksiya getməz. Yəni natrium OH-dan daha doğrusu. Amma silisium qələbələrlə həll olanda valentini yarısı qədər H2 çıxardırdı. Silisium valenti 4 idisə 2 mol H2 çıxaracaq. Bizə deyir ki 22-14 H2 çıxıb. Yazaram bunun üzərindən 22-14, yəni 1 mol. Aşağıda yazaram 2 mol və tənasübdən artı taparam. Y neçə qram imiş? Y eləyəcək 14 qram. Cəmi də bunların 20 qram idisə 6 qram qaldı karbona. Demək, x-i buradan silib üzərinə 6 qram yaza bilərəm. Natrium OH-da reaksiyası yox idi. Deyək ki, qarşıdakı karbonun hidrogenlə reaksiyasından. Karbon üstə gəlsin hidrogen. Biz əmələ bildik ki, əmələ gəlirdi burada metan. 2 mol. Neçə qram qaz alınır? Qazın üzərinə yazaram bir x qram. Aşağıda metanın emeri 16-dır. Tənasib quraram. X-də bərabər eləyəcək 8 qramı. Bunlar qədər burada qalar 2. 16 2 bölsüm 8 eləyəcək. Bu da sadə misal idi. İşi də sadələşdirmək. Burada silisiumun 2 mol H2 çıxartmağı işi çox sadələşdirirdi. Bunlardan istifadə eləmək lazımdır. Növbəti misalımız 23. Nömrə 23. Glukozanın yağ turşusuna qıcqırma reaksiyasını deyir. Glukozanın yağ turşusuna qıcqırma tənliyini yazsaq, yağ turşusu C3H7COOH, karbon qazı və hidrogen əmələ gəlirdi. Burada 4 karbonumuz var. 6 karbon eləmək üçün ikisi çatmır. 2 mol yazarıq. Hidrogenlər 7, da 1, 8 edir. 12 eləmək üçün burada 2 yazarıq. Tənli bərabərləşər. Qrafikdə molun zamandan asılılığı verilib. X-dən Y eyni moldular, N moldular. Hər biri N moldu. Yəni bu da N-dir, bu da N-dir. Görsə hər ikisi 2 moldu. Baxın 2 mol, bu da 2 mol. Ona görə hər ikisini N yazdım. X amma 0,8 və molu da aşağıdır. Bax bu da 1 moldu deyə. Onda bu da olacaq 0,8. Özü 1 mol, bu da 2 mol, bu da oldu 2 mol. Nə deyir bizə? X, Y, Z maddələrinin ümumi mol sayını tapın. Demək, hamısı N-ləri tapaq, sonra cavablar toplayarıq yəqin ki. Buradan N-i tapsam birinci tənasüblər. N bərabərdir. 2-ni varacam 0,8 eləyəcək 1,6. Hər ikisi N olduğuna görə demək 1,6-nı 2-yə varacam. Oldu 3,2 N birlikdə. 0,8 də C3H7COH verilib. Hamısı olacaq onda birlikdə 4 mol. Belə. 24-cü suala baxacaq. Nömrə 24. Doymuş monoamin X-lə göstərilir. Doymuş monoamin, yəni CnH2 plus 1 NH2. Bir də monoamin monokarbon turşusu. Monoamin monokarbon turşusunu NH2, CnH2, COOH-dan da göstərə bilirdik. Bu oldu X, bu da oldu Y maddəsi. Molekulda karbonların sayı 2 olan birinciyə aid, X-ə aiddir. N-i yerini 2 qoysa nə əmələ gələcək? C2H5NH2. Hidrogenlərin sayı ehtiyac yoxdur, göstərməyirlər. Amma ikinci maddən hidrogenləri 5-dir. Burada hidrogenlərin sayı 2N, üstə gəl 2 burada var, 1 də burada var. Yəni üstə gəl 3 bərabərdir 5-ə. 2N bərabər 2, N də olacaq 1. N 1 olarsa, bu da maddənin formulu NH2, CH2, COOH olacaq. Maddələrin formullarını tapdıq. Doğru ifadələri müəyyən edin. X və Y izomerdir. Biri amindir, biri amin turşular izomer olmazlar. Bu səhvdir. X və Y-də eyni sayda atom var. Birinci maddənin atomlarını tapsaq, etil aminin. 2 ilə 5, 7, 3 də NH2-də varsa, oldu 10 atom.
Aşağıdakı atomları sayacağım. 3 NH2-də, 3 CH2-də, 6, 4 də burada var, 10 atom elədir. Atomların sayı bərabər imiş, doğru. X qazdır, etilamin qazdır, bəli, doğrudur. X-in emiri bərabər Y çıx 30. Bunların emirlərini tapaq, sonra görə həqiqətən də çıx 30-dur, yoxsa yox. Əslində onları ixtisar da apara bilir, çıxa da bilərik tərkiblərin biri-birindən. İşimi çətinə salınmaq üçün emiri tapsam, CH5 24, o da 5, 29 edir. NH2 də 16-dır, bu da deyəcək 45. Bu amin sirkə turşusunun da emiri 75 idi. Bunu çoxdan tez-tez rast gəlirdi. 75-dən də 45 çıxanda 30 qalar. Doğru cavabım da bu. 4 doğrudur. Y-dən çıxanda 30, 45 qalır. 45-də 75-dən 45 çıxsam 30 qalır. Doğru. Y mayedir. Amin turşular maye yox, bərk maddələr idi. Ona görə 5 səhvdir. Cavab 2, 3, 4 eləyəcək. 25-ci misala baxırıq. Son misalımızdır. Demək, 25-ci misalda qatı sülfat turşusunu kalium X, kalium Y, kalium Z maddələrinə əlavə ediblər. A, B, D cavabları, qazları çıxıb daha doğrusu. Bu, yəqin ki, xatırladınız, halogenlərin müqayisəli xassələrində var idi bu reaksiyalar. X, Y və Z halogenlərindən heç biri sərbəst halda oksidləşdirici deyil. Özə baxana deyir, yalnız oksidləşdirici deyil. Bu, söhbət flordan gedir. Çünki flor yalnız oksidləşdirici idi, bəsit halda. Amma deyil. Onda biraz bunlar flor deyirlər. Bəs nədirlər? Tutaq ki, biri nömrə 25 yazaq. Tutaq ki, biri kalium xloriddir, digəri kalium bromid, digəri də olsun kalium yodid. Bunları qatı sulfat turşusu ilə reaksiya aparanda xlor olanda alınırdı kalium 2SO4 və H-xlor qazı. Amma kalium bromidi qatı sulfat turşusu ilə reaksiya aparanda əmələ gəlirdi kalium 2SO4, buradan SO2 qazı çıxırdı, sonra brom çökürdü və su alınırdı. Kalium yodi H2SO4 ilə reaksiya aparanda əmələ gəlirdi kalium 2SO4, H2S qazı çıxırdı buradan, yod çökürdü və su əmələ gəlirdi. Bizə də çıxan qazlar A, B, bir də D lazımdır. Bax, çıxan qazların da işarəsini qoydum. H-xlor, SO2, bir də H2S. H-xlor, SO2 və H2S qazlar lazımdır. Şərtdə deyir ki, A B-dən böyük, D-dən böyükdür, o da B-dən böyükdür emirləri. H-xlor eləyir 36,5. SO2-nin emiri 64, H2S də 34-dür. Bunların içində ən böyük olan A, bax budur, 64-dür. O da bax 64, SO2 bir A yazsam, A olan yerdə kalium brom var imiş. Demək, A-nı yerinə yazıram, kalium bromid. Sonra 36,5 gələcək, o da eləcək D. Bu D-dirsə, D-ni yazıram bu H-xlorun yerinə. Burada da var imiş kalium xlorid. Kalium xlorid, yəqin ki, yerdə qalan olacaq B maddəsi. O da nəyə aid olacaq? Kalium yoddə. Ən az yüngül qaz buradan əmələ gəldi. Deməli, X nəyə uyğun oldu? X. Mən bunu heç bir X yazmamışam deyəsən. Aləmi qatdım bir-birinə. Yaxşı, belə tapaq. A hardan yaranıb? X-dan. A X-dan yaranıbsa, X onda brom imiş. Bax, A burada var, o da brom imiş. Deməli, X oldu brom. X-in brom olduğu C-də var, olsun. B harada yaranıb? B H2S-də yaranıb. H2S nə vaxt yaranırdı? Kalium yod olanda. Deməli, Y olacaq yod, yəni D. Yerdə qaldı bir dənə elementimiz, o da olacaq yəqin ki, xlor. Yəni, B olan. Yox, mən yerlərini düz yazmadım desəm. Düz yazmışam. D-ni axtarırıq, indi daha doğrusu. D haradadır? D kalium xlordadır. Yəni, Z də olacaq xlor. Z-də xlor olduğu variant B variantında var. C, D, B uyğunluğu yarandı. Bu sonuncu sualımız idi. Sağlıq olsun, yaxın günlərdə 2019-cu ilin 4-cü qrup model testlərini yazıb paylaşarıq.